Həmçinin gəlir Fudayl ibn İyad rahimehullah deyir ki, biri gəlib sənə digər bir qardaşından şikayət eləsə, sən ona de ey qardaşım, onu bağışla. Keç onun üçün. Çünki əfv eləmək Allah qorxusunu qazanmaq üçün daha əlverişlidir və yaxındır. Çünki Allah Teala nə dedi? Və in ta'fu aqrabu lit-taqwa. Bağışlasaz təqvaya daha yaxındır. Və la tansawul fadla beynakum. Bir-birinizə güzəştə getməyi unutmayın. Şeyx deyir ki, sən bağışlasan təqvaya daha yaxındır. Haqlı olan adam deyir ki, qəlbim götürə bilmir əfv eləməyi. Yəni bazarmıram. Yəni qəlbimə deyir, qalib gələ bilmirəm ki, onu bağışlayım. Deyir ki, bağışlaya bilmirəm onu. Amma Allah Quranda necə əmr eləyibsə mən onu cəzalandıraram. Yəni zülm eləmərəm ona. Heç olmasa qoy haqqımı alım da ondan. Şeyx deyir ki, o adama denən ki, bazarsan öz nəfsini müdafiə eləmək, doğru düzgün zülümsüz elə. Sonra deyir ki, yoxsa deyir, eləmə. Bazarmasan, alındıra bilməsən, ədalətli olmasan, qayıt əfv qapısına. Çünki o geniş bir qapıdır. Əfv eləmək qapısı geniş bir qapıdır. Sonra deyir ki, kim əfv eləsə, islah etsə, savabı Allaha düşür. Sonra gözəl bir söz deyir ki, əfv eləyən cəza verməyə qadir olduğu halda ağır daxı. Əfv eləyən insan axşam yatağında rahat yatır. Qəlbi genişdir. Deyir ki, əfv elədim, bağışladım onu. Allah da mənə bağışlasın. Artıq qəlbindən çıxıb o. Çünki qəlbdə qalanda nifrət, kin, səndə necə deyirlər, coşur, daşır ki, sən ona cəza verəsən. Deyir, əfv eləyən insan gedir rahat yatır. Qəlbi rahatdır. Amma qisas almağı düşünən insan, özünü müdafiə eləmək istəyən, cəza vermək istəyən insan yatanda deyir, məsələləri fikirləşir. Ancaq qatışdırır məsələləri bir-birinə. Və yaxud da belə eləyim, necə onu cəzalandırım, necə eləyim ondan haqqımı tələb eləyim. Amma əfv eləmək nə idi? Rahat yatırsan, elhamdülillah.